Yenə də biz ənənəmizə sadiq qalaraq ATV Asaytla qeydiyyatdan keçmiş, səhhəti ilə bağlı bizə müraciət edən insanlara yer ayırırıq və onların problemlərini, dərdlərini dinləyirik. Bu iki ana da yanımızdadır. Artıq onları tanıyırsınız. Bir xeyli müddət ki, gəlirlər bura övladlarının probleminə görə. Qalibin 5 yaşı var. Valideynlərlə bərabər Ağstafa rayonundan gəliblər. Balaca Arzu isə Lənkəran rayonundan gəliblər. Hər ikisində də andan gəlmə, eşitmə problemi var. Və elə bu da bizə baxan gənc ailələrə, hamilə olan xanımlara da bir ismarıcdır ki, həkim müayinəsinə gedin vaxtında. Yəni, ən azından övladınızın gələcəyini hələ o dünyaya gəlməmişdən qabaq düşünün. Onun sağlamlığını hələ adına bətnindəykən düşünün. Buyurun xanım, siz eşidin. Axşamınız xeyir, ekspertlər salamlayıram. Mənim bir qızım, bir oğlum var ki, istənilid qüsurludur. İstəyərəm ki, eşitsinlər, məktəbə getsinlər. Ana-ata kəlməsini eşitmək istəyirəm. Heç bir problemimiz yoxdur, şükür Allah. Bu uşaqların belə olmağı, yoldaşımın, bütün qohumlarımızın belini bükübdür. Tamam mı eşitmir? 20% eşidir, qızım 10% eşidir. Ən əsası oğluma görə narahatam, çünki məktəb vaxtına az qalıbdır. İstəyirəm danışsın. Belə mən də danışmışam, 1 yaşdan sonra olub, amma aparatla eşidirdi, belə heç yoxdur. Axırıncı dərəcəlidir. İnşallah sizin köməyinizlə düzəlir, amma belə... Səbəb nə olub? Bax, 1 yaşından sonra sağlam doğulan uşaq niyə belə birdən-birə? Vaxtında həkimə getmişik bizdə, amma bu xəstələndi 1 yaşında. Biz gez bildik, həm yoxlamadan keçirdi, dedilər yaxşıdır da, problem yoxdur. Amma biz gördük ki, danışması əvvəl vardı, sonra olmadı da. Ondan sonra bildik ki, yoxdur. Yəni, qulaq aparatı olmasa tamamilə eşitmir. Xeyr, Tərinə xanım, aparatla eşidir, aparatsız heç nə eşitmir. Aparatın gözü ilə 1 kəlmə, 2 kəlmə də qane olmur. İstəyirəm ki, 5 yaşı var da, amma 5 yaşına uyğun hərəkətləri, danışığı yoxdur heç. Deyirlər, ümid ən axırıncı ölür. Bax, bu valideynlər də gəlirlər hər gün, müraciət eləyirlər və biz də onları səbirlə dinləyirik və yenə də biz də ümidlə gözləyirik ki, inşallah ümid qapısı bu valideynlərin, elə digər xəstələrin də üzünə açılar. Ən azından bu uşaqların yaşı keçir. Onlar artıq məktəbə getməlidirlər və elə bir an ola bilər ki, hətta dünyanın ən böyük məbləğdə vəsaiti belə artıq bu uşaqlar üçün yararlı olmaya bilər. Ona görə də gəlin birlikdə nə isə eləməyə çalışaq. Ən azından savabdır. Ən azından onlar bizim gələcəyimizdir. İnşallah. Allah şəfalarını versin. İnşallah. Allah şəfa versin və biz də böyük ümidlərlə inanırıq ki, artıq o uşaqlar bura neçə vaxtı gəlib gedirlər və biz çox istəyərdik ki, o uşaqlar üçün də bir qapı açılsın və bu uşaqların da üzü gülsün, qulağı eşitsin. Dünən bura gəldi, ulduzumuzu gördünüz. Hal-hazırda studiyamızda daha bir gəliş var. O gəlsin, dərhal sonra isə Kəmalə xanıma xəbərimiz olacaq. Bir Skype bağlantımız olacaq və Skype bağlantımız bayaq mən dediyim Sankt-Peterburqla olacaqdı, bəli. Gəlsin. Və bir xəbərim də olacaq sizə. Bilirsiniz ki, bunlar Abbasadır. Deməli, bir xəbərim də olacaq sizə. Bilirsiniz ki, Respublikamızın əməkdar artisti Zöhrə xanım Abdullayeva bizim studiyamıza gəlmişdi. Və halı burada necə pisləşdi gördünüz və onun əməliyyatı önəmli idi və o əməliyyat baş tutdu bugün və bu öz aramızda ilə alqışlamaq olar. Çünki çox uğurlu bir əməliyyat olub. Xəlil doktora təşəkkürümüzü bildiririk və günü sabah çəkiliş heyətimizi göndərəcəyik. Bu diagnostika mərkəzinə bilirsiniz, Azərbaycanımızda çox möhtəşəm bir Səhiyyə Nazirliyimiz çox sağ olsun, çox dəyərli bir xəstəxana və hər bir yeni avadanlıqla təchiz olunmuş bir xəstəxanada Zöhrə xanımın əməliyyatı baş tutdu. Sabah bu əməliyyatdan isti-isti görüntüləri sizə təqdim eləyəcəyik. Xəlil doktora da buradan təşəkkürümüzü bildiririk, çox sağ olsun deyirik. Çox böyük zəhmət çəkdi. Təmənnasız bir əməliyyatı icra etdi və bugünə qədər sonsuz dərəcədə ağır əziyyət çəkən Zöhrə xanıma məhz öz aramızda kollektivinin dəstəyi ilə, təkanı ilə Xəlil doktor onu təmənnasız şəkildə etdi. Bugün gördüm saytlar yazmışdı, amma bir adam da yazmamışdı ki, bu öz aramızda baş veribdi. Yəni arada bu qısqanclığı aradan qaldıraq da yaxşı. Deməli, Mədinədən Mədinədən sənə 100 manat gəldi. Daha sonra adını çəkilməsi istəməyən bir şəxsdən 50 manat gəldi sənə. Sonra Abbas üçün nə yazılır bura?
bir tələbə 50 manat göndərdi və Musayev Abbas Etibaroğlu deməli 300 manat göndərdi sənə. Bu isə Türkay və Odər qardaşlarından 50 manat Təbrizə çatacaq dedi. İlkdir. İnşallah ki Təbrizcan tezliklə bu yekunlaşar. Abbas üçün gəlib, əyləş. Çox sağ ol deyirəm. Allah razı olsun. Kömək edirlər mənə. İnşallah yaxşı olar Abbasım. İnşallah yaxşı olar. Allahın köməkliyi ilə buyur Abbas. Və hesab nömrəsinə qoyun və bizə də, hə? Abbas gözləyin. Ağır əməliyyat idi, hə, çox ağır əməliyyat idi. Hansı ki artıq çox böyük fəsadlar verirdi və o artıq əməliyyat olunmalıydı. Zöhrə xanıma buradan şəfalar diləyirik və diaqnostika mərkəzinə də sonsuz təşəkkürümüzü bildiririk və Xəlil bəyə də sonsuz təşəkkürümüzü bildiririk ki, bu əməliyyatı icra etdi. Və buyurun, Məsmənin BBC-nə verək mikrofonu, zəhmət olmasa o itkisi ilə bağlı danışsın və digər itkiləri olanlar da hardan xəbər gəlirsə həmən biz onu sizə çatdıracaq. İnanın ki, hamısının üstündə çalışırıq. Hardan xəbər gəlsə həmən çatdıracaq. Buyurun. Əvvəla hamınızı salamlayıram. Zahir müəllim, kaş bu verilişimiz bir neçə il bundan qabaq beləcə itkilərlə bağlı oluydu. Mənim rəhmətli mamam hər dəqiqə sizin verilişinizi baxıb, həmişə deyirdi ki, Allah sağır atasına, anasına baş atan versin. Çox sağ olun. Mamamın axırıncı vəsiyyəti də o oldu. Mənim atamın, anamın ürəyini mənim qardaşım üzdü, öldürdü vaxtsız. 96-cı ildə mənim qardaşım evdən Rusiyaya getdi, pul qazanmağa. Ailəsilə deyə, gülə, mehriban, şən. Burada dedilər, boşanıb, yox. Mənim qardaşım boşanmayıb ailəsindən. 21 yaşında qadını evimizdə qoydu, getdi, gənc. Məsmə bizim üçün ən dəyərli evlad oldu. Atam, anam üçün Məsmə ən dəyərli bir evlad oldu. Mənim anamın cənazəsinə Məsmə girdi. Bacısıyla atasını əvəz elədi. Bütün kənd cəmaatını göz yaşına bələdi. Bəlkə müraciət eləyəsiniz qardaşınıza. Mən qardaşıma deyirəm, qardaş, haradasan? Heç olmasa bizi eşitmirsən, balalarınızsa eşit. Sən bilirsən, sən həmişə deyirsən, mən bacılarımla fəxr edirəm. Amma bizdə nə olar? Bəlkə əlilsən, bəlkə şikəstsən, bəlkə təsir altdasan, sən bizə qəbulsan. Hər nə tərisən bizə qəbulsan. Mən Məsmənin göz yaşlarına dözməyib gəlmişəm. İcazə alıb işimdən gəlmişəm Zahir müəllim rayonundan, Tovuz rayonundan. Mən 3 gündür bu verilişə gəlib gedirəm. Amma xahiş edirəm. Oradan zəng gəldi ki, Məsmə mənim evladımdır. Mən görürəm. Gah da zəng gəldi ki, yox. Yaxşı, mən oxşatmışam. Öz şəklini də oxşatmayıb ki, Zahir müəllim. Burada nəsə var. Məncə də. Nəsə bir əmma var. Ola bilməz. Hər nə təridir mənim qardaşım bizə qəbuldur. Onun arxasında rəqsanə kimi, Məsmə kimi evladları durur. Bizi kimi bacıları durur. Ata-ana olmasa da bizim qardaşımız bizə qəbuldur. Nə olar? İnşallah ki bir xəbər alarıq. İnşallah ki bir xəbər gələr. Mən çox istəyərəm ki bu sevindirici xəbəri buradan mən sizə verəm. Qurban olum Zahir. Allah sizin köməyinizə dursun. Biz 3 il bundan qabaq vermişik, çox axtarmışıq. Amma onun getdiyindən 3 il sonra Tovuz rayonunun Alaköl kəndindən Sahib adlı bir oğlan bunun pasportunu gətirdi, qırmızı pasport. Bəli. O verməmişdi pasportu. O sahibə güya deyib ki, mən gedirəm Çita şəhərinə. Mənim pasportum polisdə qalıb. Polisdən bunun pasportunu sahib bizə gətirdi. Mənim atamın ürəyi orada udar aldı, o pasportun. Ondan bəri biz axtarırıq, mənim qardaşım Çitadan yoxa çıxır. Pasportunu axı başqa adama verə bilməz, verməz. Bilmirəm. Biz orada onu... nəsə bağlı bir sir var. Saxalində qalıb güya bunun pasportu. Aydındır, aydındır. Biz araşdırmalarımızı aparırıq, inanın. Səmiyyətimizə biz canlı olaraq təqdim eləyirik və biz
yalancı gedişlər etmək istəmirik. Mənasız hisslərlə oynamaq istəmirik. İstəyirik ki, hər şey real olsun, dəqiq bir fakt olsun ki, onun arxasınca gedək. Çox sağ olun. Ona görə. Hə gəlsin bura hər kəs. Valla biz kimsəyə demirik ki, gəlin oturun burada saatlarla gözləyin. Kimsə gəlirsə biz onun üçün çalışırıq ki, nəsə edək. Və istəyərdim mikrofonu verək anamıza. Ananınsa dərdi tamam başqadır. Ananın dərdinə keçməzdən öncə istəyirəm ki, Faiq, Kəmalə xanım üçün olan zəngi, Kəmalə xanım, yəni bu zəng istənilən bir xəbər hələ tam dəqiq olmaya da bilər. Alacağınız hər hansı bir xəbər konkret doğru olmaya da bilər. Yəni bütün bunların hamısını araşdıracağıq hər halda. Sizli bizli araşdıracağıq. Çünki bu xəbər əgər həqiqətdirsə, bu araşdırılacaq. Çünkilər çoxdur. Çünkilər çoxdur və istəyərdim ki, bu xəbəri verən şəxsi telefon bağlantısına qoşaq və o şəxs bu ailə haqqında bildiklərini və Kəmalə xanımın çoxdan da eşitmək istədiyi hər hansı bir xəbər, yəni çoxdan da heç bir xəbər almırıq. Almırsınız da, eləmi? Yəni bir xəbər gəldi. Bu xəbər ilk xəbərdir, bu xanımla bağlı gələn. Və bu insan o qədər inandırıcı danışdı ki, biz sizi dəvət etdik. Çox inandırıcı danışdı. Faiq alınırmı telefon xəttimiz? Zar bəy. Alo. Alo. Müəllimin adını söyləməyəcəm, soyadını söyləməyəcəm. Onu siz özünüz sonra telefonla danışarsınız, bütün informasiyaları götürərsiniz, məxfi saxlanmasını istəyir. Və alo. Alo. Hal-hazırda telefon bağlantısına qoşulur adam. Faiq alınır mı xəttimiz? Həmin şəxs telefon xəttindədir. Alo. Alo. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Mən çox üzr istəyirəm. Biz söz verdiyimiz kimi adınız, soyadınız heç birisi çəkilməyəcək. Və siz Həmidəni tanıyırdınızmı? Mən Həmidəni tanıyırdım. Elə bir Həmidə məndən bir 10 yaş balacaydı. Amma Həmidənin həyat yoldaşını yaxşı tanıyırdım. Həmidənin həyat yoldaşını yaxşı tanıyırdınız. Həmidənin həyat yoldaşı Həmidə ilə bərabər harada yaşayırdılar? Nikolayev şəhərində. Nikolayev şəhərində. Bəli, kvartirası var idi. Kvartirada yaşamırdılar. Ev sinematizirdə ulisə Çikalova'da. Çikalova küçəsində ev kirayə eləmişdilər və orada yaşayırdılar. Bəli. Bu həyat evi idimi, yoxsa? Həyat evi idi, bəli. Həyat evi idi. Nə dərəcə? Özünün kvartirası var. Amma özünün evi də var idi. O evdə yaşamırdı. Çikalov küçəsində ev kirayələmişdi, orada yaşayırdı. Bəli. Aydındır. Sonuncu dəfə siz o ailəni harda gördünüz, necə gördünüz, xatırlayırsınızmı ümumiyyətlə? Mən xatırlayıram. O söhbətdən mən ora gələndə, o adam da bizdə bir neçə olur. Mən ora gedəndə, vəbşi o evə demək olar ki, heç kəs girməyib. Kənar adamı heç var o əri evə gətirməyib. Heç kim. O evə girməyib. Mən də ora gələndə ancaq həyata əyləşmişim. Mən bu adamın üzünü görməmişəm Həmidə. Həmidə çıxmayıb kufradan sonra özü yeməkdir, içməkdir. Sonuncu dəfə neçənci ildə onların qapısında oldunuz? Mən sonuncu olan qapısında olmuşam. Ondan sonra mənim o qardaşları yaşayırdı. Mən 98'de olmuşam. O Həmidə ikəndən sonra da mən neçə dəfə olaraq borc olmuşam. Və ələm rəhmədə gedəndən sonra da o qardaşları yaşayırdı mən evdə. Orada olmuşam. Həmin o Məhərrəm bəyi nə dərəcədə yaxşı tanıyırdınız? Ümumiyyətlə, necə bir insan idi? Hansı addımları ata bilən bir insan idi? Məhərrəm özü həddindən artıq həyatda bəlkə də o dərəcədə qısqanc bir insan olmaz idi. Həddindən artıq qısqanc idi. Mən deyirəm ki, o həyat yoldaşım üzünü heç bir adam görməyim Nikolayev şəhərində. Onu tanıyıram deyə bilən olmaz. Aydındır. Və informasiyanı çatdırmanızı istəyirəm. Qadının başına nə gəldi?
orasını 100% mən deyə bilmərəm, ancaq mən 99% deyirəm ki, mən o vaxtda gəlmişəm, evimdə də demişəm, o məndən birinci səfərdə eşidib ki, mən ikinci səfər o ailəvi gələndə, birinci səfər mən o evə gedəndə evdən qadın səsi gəlirdi. O yeməkdə gözəndə. Xəbəri eşitmək istəyirik sizdən. Evdən qadın səsi gəlmirdi. O öz yeməkləri kəsirirdi. Güvən kimlənsə də danışırdı. Onu ver, bunu ver. Ancaq ikinci səs yox idi. Aha. O mənə elə gəlirdi ki, öz-özünə danışırdı. Aha. Mən o sözü gəldim dediyim, bir neçə vaxtdan sonra onların səs türkü ki, həmiyyə ikib. Mən istədim bunu açam, bu söhbəti ki, belə olub. Necə olubdu? Onda ki, mən ora getmişdim, evdə heç kəs yox idi, o öz-özünə danışırdı. Aydındır. Xanımın başına nə gəldiyini 99% bilirsiniz. Mənə elə gəlir ki, o əri onu öldürüb qısqanclığından. Məhərrəm Həmidəni qısqanclıqdan öldürüb. Mən onu 99% öldürüb, bəli. Bəs harda dəfn olunduğu bəllidirmi? Yox, əgər mən dəfn olunduğum, o mənə deməyib ki, öldürüm. Mən öz bu fikrimdir, onu gördüyüm, məsələn, ora mən gedəndə necə ki, məsələn, məhələm bir də gəlirdi, o gələn kimi mən məhəllədə kəsirdim, qoyun, kabab, yemək, içmək, yığırdılar adamlar, xalam qızı var, yoldaşım var idi. Aydındır, aydındır. Yəni 99% deyirsiniz ki, Məhərrəm Həmidəni öldürdü. Bəli. Telefon nömrələri. Buyurun Kamal xanım. Mən xanımı bura dəvət eləmək istəyirəm, gəlin. Siz də gəlin bura. Kamal xanım, buyurun. Allahu Ekber. La ilahe Zar zəng eləyən insan mənlə görüşə bilər. O xaricdə yaşayır hal-hazırda. Amma ləhcəsi şəkil ləhcəsi. Bəli. Şəkil ləhcəsi. O xaricdə yaşayır. Heç olmasa mənlə zəngləşib danışa bilər. Ukraynada yaşayır, danışa bilər. Nömrələrini də verəcək. İstəyirsiniz keçin rejissor otağına nömrəsini götürün. Və hal-hazırda onu deyim ki, anamızın həyat yoldaşının sürücü olduğu çox məşhur bir sənətkarla bizim əməkdaşlar əlaqə saxladı. O bir cəmiyyətdə çalışıb. Bu cəmiyyət hal-hazırda da fəaliyyət göstərməkdədir. Azərbaycanın hüdudlarından kənarda. Müəyyən tədbirləri də həyata keçirirlər. Müəyyən bayramları da həyata keçirirlər. Və o şəxsin kimliyini siz biləcəksiniz. Və adamın özü əgər bugün ya sabaha qədər Bakıya gəlirsə, mütləq dəvət eləyəcək studiyamıza, danışacaq. Ətraflı danışacaq. Anamızınsa dərdi daha böyükdür. Əkiz uşaqla UZ aparatında həkimə gedir, həkimdən çıxanda uşağın biri yoxa çıxır.